5 ildir ki, ölkənin sərhədləri qapalıdır. Nə deməkdir ölkənin sərhədlərinin qapalı olmağı? Ölkənin sərhədlərinin qapalı olması 100 minlərlə insanın sərhəd ticarətindən dolanmağının qarşısını alınmağı deməkdir. 100 minlərlə insanın turizmdən dolanmaq imkanlarının aradan qaldırılması deməkdir. Turizmin bir sektor olaraq ümumiyyətlə Azərbaycanda məhv edilməsi deməkdir. Və insanların xərclərinin artması deməkdir. Baxın, təkcə o sərhədlərin bağlı qalması səbəbindən, deməli, özünə lazım olan ərzaqdan dərmana qədər ən müxtəlif şeyləri ki, xaricdən alıb gətirirdilər, yaxud xaricdən müalicə olunurdular, o insanların o imkanları tükəndiyinə görə onun hamısı şəxsi ailə büdcələrinə zərər yetirir. Belə götürəndə, hətta məsələn, siz ona çoxunuz fikir vermirsiniz. İndi Rusiya ilə Azərbaycan arasında o turizm haqqında rəqəmlər verirlər. Rusiya ilə Azərbaycan arasında nə turizm qalacaq ki? Xüsusi böyük bir turizm yoxdur. Əsasən Rusiyada yaşayan Azərbaycanlılar, hansılar ki, deməli, onlar gəlirlər Azərbaycana, Rusiya vətəndaşıdırlar, onlar sayılır. Onlar indi çox böyük miqdarda pul verirlər təyyarəyə. Neçə müddətdə görün, neçə ildir. Az olda ki, Allah insaflarını kəsib, qiymətləri qaldıra gedirlər. Deməli, o insanlar, o azala verdikləri o milyardlar var. Ha, baxın, bu sərhədlər bağlı olan müddətdə azal milyardlar qazanır. Axı, o milyardlar hardan gəlib, hara getdi? O milyardlar həmin o Azərbaycanlıların cibində qalacaqdı. Bir hissəsini qohumlarına burada verəcəklər ailələrinə. Bir hissəsi də özlərinə qalacaqdı. Azal tutub aldı əllərindən. Onların hamısı. Bax, o da insanların vəziyyətinə təsir göstərir. Deməli, sərhədlərin bağlı qalması və bunun fəsadları. Rusiyada vəziyyətin pisləşməsi. Rusiyada sadəcə pul köçürmələri çətinləşməyib, sadəcə gediş-gəliş çətinləşməyib. Rusiyada biznes çətinləşib. Artıq insanlar, Rusiyada yaşayan miqrantlar əvvəlki illərdə olduğu kimi Azərbaycana pul göndərə bilmirlər. Azərbaycandan neft istehsalının ildən də aşağı düşməsi. İstehsalının, qiymətlər elə pis deyildi bu son illərdə. Qiymətlər indi yeni tendensiyadır, o barədə danışacağıq. Amma bu da ildən ilə son illərin məhsuludur ki, neft istehsalı ildən ilə 5-6%, 3% istehsal aşağı düşür. İstehsal aşağı düşürsə nə baş verir? Deməli, neftdən gələn gəlirləri Azərbaycanın azalır. Bu da əlavə olundu, deməli, məhrumiyyətlərə. Son vaxtlarda başqa nə baş verir? Azərbaycan hökumətinin siyasəti ilə bağlı, hansı ki, sizin hər birinizin ailə büdcənizə təsir göstərir. Azərbaycan hökumətində belə bir özgüvən yaranıb ki, bunlar indi böyük bir qlobal gücdürlər. Deməli, İlham Əliyev dünyanın o başında olan diktaturaları dəstəkləməkdən ötürü müəyyən bir siyasət aparır. Bir ucu Vietnamda, bir ucu nə bilim Afrikanın müxtəlif diktaturalarında. Ən müxtəlif avtoritar diktatura rejimlərinə maliyyə yardımları edilir. O böyük siyasət aparır. Hətta ABŞ-dır, baxın. Bugünkü Trump administrasiyası bütün köməkləri kəsib ki, yox, biz əvvəlcə ABŞ xalqını dolandırmalıyıq. Bizim imkanımız yox, nə humanitar yardım, nə başqa yardım. Biz eləmirik bunu. Qoy kim eləyir eləsin, biz eləmirik. ABŞ müqayisə eləmək mümkün deyil, ABŞ-ın iqtisadi gücü ilə Azərbaycanın. Amma indi Azərbaycan hakimiyyəti öz aləmində belə böyük bir qlobal bir siyasət aparır. Ada dövlətlərinin qolundan tutur, nə bilim, Pakistana milyardlarla yardım eləyir, demək, Kongoya yardım eləyir, Cibutiyə yardım eləyir. Ən müxtəlif avtoritar rejimlərə yardım eləyir, birinə sərmayə qoyur, birinə malını alır, birinə kredit verir, birinə məktəb tikir. Ən müxtəlif üsullarla, onlarla ölkəni, bax, sizin bu millətin hesabına onları dəstəkləyir.